Salam uşaqlar. Birinci sual. 7 üstü x funksiyasının qrafiki deyir hansıdır? Üstü funksiyanın qrafiki loqaritmik funksiyanın qrafikinə qarışdırıla bilər uşaqlar. Nə etməlisən? Baxırsan ki, sənin üstü funksiyan y bərabərdir a üstü x funksiyandır. Aşağı əsası 7 veribdir. Yəni ağıllı qaydasıdır, yəni artandır. Artan bənd uşaqlar a bəndidir. Bu ümumiyyətcə x-in baxırsan ki, y bəndinə bax. X-in 0 aldığı qiymətdə y-in cavabı 0-dır. Yəni funksiyasının qrafiki hardan gəlib keçibdir? Koordinat başlanğıcından gəlib keçibdir. Bunun üçün nə deməkdir? Bu nə deməkdir? X-in yerə 0 qoyanda misalın cavabı 0 alınsın. Bizdə elə şey yoxdur axı. X-in yerə 0 qoyanda misalın cavabı uşaqlar a üstü 0-ın cavabı bütün ədədlərdə olduğu kimi misalın cavabı verilir. Cavab olacaq a bəndi. İkinci sualda həmçinin eynisidir. Sadəcə 7-də 1 veribdir. 0-la 1 arasında yerləşən qiymət veribdir. Azalan funksiya olmalıdır. Azalması soldan izləyəndə azalmalı uşaqlar. Bu ümumiyyətcə başqa bir şeyin funksiyasıdır. Bu artır, soldan izləyəndə artır, soldan izləyəndə artır. Ümumiyyətcə bu loqaritmik funksiyanın qrafikidir. Bax bu y bəndi. Cavab olacaq c bəndi. Üçüncü sualda deyir apsis oxunu hansı nöqtə kəsir? Apsis oxunu kəsirsə hər hansı bir qiymət və yaxud da düz xətt nə bilim apsis oxunu kəsir uşaqlar. Hər hansı bir funksiya apsis oxunu kəsirsə, demək bu ifadənin apsisinin müsbətdən mənfidən nə isə var. Amma y-də 0-dır. Aparıb misalın cavabını 0-a çevirəcəksən. Y-lərin cavabı 0-dır uşaqlar. İkinci yerdə yazılanların y olduğunu bilməlisən. 200x çox 8 bərabər 0. 200x bərabər 8-ə. X-in cavabına qaldı neçə? 3. Cavab olacaq B bəndi. Burada mən fərqli sual axtarıram. 6-cı sual. Y bərabər 3x kvadrat üstə gəl 2 funksiyasının ən kiçik qiymətini tap deyir. Əvvəlcə bu ifadənin üstünün ən kiçik qiymətini tapmaq lazımdır uşaqlar. 3 üstündə x kvadrat üstə gəl 2. X kvadrat üstə gəl 2 ifadəsinin ən kiçik qiymət üstürü mənfi d bölü 4 adı üstürüdür. Mənfi d bölü 4-dən daha rahat tapmaq üçün nə edirdik? Mənfi b bölü 2-ni tapırdıq. Mənfi b bölü 2-ni tapacaqsan. Bunun b-si yoxdur uşaqlar. 0-dır. 0 bölü 2 eləyəcək 0. Apar x-dən yenə 0 qoy. 3 üstü 2 eləyəcək. Misalın cavabı 9-dur. Funksiyasının ən kiçik qiymət uşaqlar 9 alır və arta qalxar. Funksiyadan hansı azalandı? 7-ci sual uşaqlar. Əmsalı, aşağı əsası var ha, əmsal yox. Aşağı əsası 0 ilə 1 arasında yerləşirsə, ifadə azalandı. Məsəl üçün D bəndini tez çıxdaş eləyərəm, G bəndini tez çıxdaş eləyərəm, A bəndini tez çıxdaş eləyərəm. Çünki 2 üstə gəl kök altı 2 müsbət bir ədəddir. Daha doğrusu 1-dən böyük qiymətdir. 1 ilə kök altı 2-nin cavabı 1-dən böyük qiymətdir. Kök altı 2-nin cavabı 1 tam nə qədər 1-dən böyük qiymətdir. Cavab ya C-dir, ya B-dir. Bu ifadələri qoşmalarına vurub sadələşdirməlisən. Bu ifadənin qoşması sənə verəcək 2 çıxılsın kök altı 2. Məxrəcdə 2 üstə gəl kök altı 2 vurulsun 2 çıxılsın kök altı 2 yaranır. Yuxarıya toxunma. Aşağı uşaqlar müxtəsərdir. 4 çıx 2-dir. Yəni 2 deməkdir. 2 çıxılsın kök altı 2. Hər tərəf 2-yə bölsən 1 çıxılsın kök altı 2 bölü 2. 1-dən çıxacaqsan. Kök altı 2-dən 1 tam nə qədərsə çıxır. 1 tam nə qədərsə 2-yə böləndə eləyəcək 0 tam nə qədərsə. 1 çıxılsın 0 tam nə qədərsə cavabı uşaqlar nə olur? Məsəl üçün 0 tam onda 7 çıxsan. 0 tam onda işləyir. Yəni 0-dan 1 arasında yerləşdiyi üçün bu azalan olacaq. Cavabımız olacaq C bəndə. Cavab niyə B deyil? Yəni B-ni qoşmasına vuraq bölək. Hər tərəfi 2 üstə gəl kök altı 2-yə vuracaqsan. 2 üstə gəl kök altı 2-ni vurdum 1-ə. Belə alındı. 2 çıxılsın kök altı 2 vurulsun. 2 üstə gəl kök altı 2. Burada yuxarıda 2 üstə gəl kök altı 2-dir. Məxrəcdə isə yenə 4 çıxılsın 2 2-dir. Uşaqlar 2 üstə gəl kök altı 2-ni olduğu kimi saxlayaq. Məxrəcdə 2 alındı. Yenə tərəfə bölsəm 2-ni 2-yə bölsəm 1 eləyir. Kök altı 2 bölü 2 isə kök altı 2 bölü 2 yaxşı misalda olduğu kimi 0 tam nə qədərdir bilmirəm. 1 üstə gəl nəsə eləyəcək 1 tam nə qədər? İfadənin aşağı hissəsi, aşağı əsası 1-dən böyükdürsə, demək bu ifadə artandır. Cavab olacaq C bəndə azalan. 8-ci bənd və 9-cu bəndlərə baxaq uşaqlar. 8-ci sualda uşaqlar A üstü x, B üstü y, B üstü x, C üstü x funksiyalarının qrafiklərini veribdir. Sənə deyir münasibətlərin hansı müəyyənliyin deyir, hansı yəni doğrudur. Baxırsan ki, funksiya azalan funksiyadır. Çünki soldan izləyəndə aşağı düşür uşaqlar. Və mən nə edəcəyəm? X-in müsbət tərəfinə həmişə müqayisə et. Belə yaxınlaşdırdım, inşallah görərsiniz. Rəngimiz də dəyişək. Və baxırsan, məsəl üçün bu nöqtəni mən qurban götürdüm artıq. Bu nöqtəni qurban götürsəm və uşaqlar funksiyanın qrafiklərinə çəksəm, bax bu var, bir bu var. Nöqtəni biraz qalınlaşdırım. Bir də bu var. Burada hansı daha böyük görsənir? Bu kimin davam edicisidir? A hərfinin. Normalda A daha böyük görsənir. Sonra uşaqlar B ortancıldır və bu kimin davam edicisidir? C hərfinin.
C-də daha kiçik görsənir uşaqlar. Amma baxırsan ki, sənin funksiyan azalan funksiyadır. Ona görə tapdığın nəticənin əksini götürəcəksən. A daha kiçikdir, B daha kiçikdir, C isə daha böyükdür. Cavab olacaq Y bəndi. Əgər artan funksiya olsaydı ki, 9-a sizə onu veribdi, həmişə uşaqlar x-in müsbət tərəfinə müqayisə edin. Hara getdi şəklimiz? X-in müsbət tərəfinə müqayisə eləsəm. Məsəl üçün, bu nöqtəni mən qurban götürdüm. Bax bura. Biraz böyük götürək. Baxacaqsan bura. Bir də qoy biraz bunu soldan çəkək. 3 dənə funksiyanın hər üçünü kəsişsin ki, müqayisə edə bilək. Eyni nöqtə uşaqlar. Demək, hansı daha böyükdür? C daha yuxarıda deyil. C daha böyükdür. Sonra B, sonra isə A qiyməti daha balacadır uşaqlar. Hansı qiymətlər nisbət gedir? Baxın bu hissələr. Bura, bura, bura. Artan funksiya olduğu üçün uşaqlar elə yazdığımız ifadəni olduğu kimi saxlayacaqsınız. C daha böyükdür, sonra B, sonra A. Cavab olacaq Y bəndi. 10-cu tip suallarda uşaqlar 4 üstü x üstəgəl bir funksiyasının təyin obasını deyir tap. Təyin obası üçün heç bir problem yoxdur burada. Üstü funksiyanın bu x hərfi ürək hissəli qiymətləri ala bilər. Üstəgəl birində vecinə deyil. Ürək hissəli qiymətləri ala bilər uşaqlar. 11-ci sualda isə funksiyasının təyin obasını istəyib. Təyin obası nə idi? X-in ala biləcəyi qiymətlər idi. Burada uşaqlar x üçün qorxu yaradıb. Kök 6 ifadəsindən salıbdı. Normalda problem yoxdur. X ürək hissəli qiymət ala bilər. Üstü funksiyadırsa əgər. Amma kök 6-dan saldığı üçün 1 çıxılsın. X-in cavabı 0-dan böyük bərabərdir. İmeni kök altına görə uşaqlar yazırıq. Burada bərabərsizlik bölməsi səni ilişdirə bilər. Ehtiyatlı ol. 1 atdım bu tərəfə oldu -1. X-i təkləmək üçün hər tərəfi mənfiyə bölməlisən. X-in cavabı olacaq 1. Mənfiyə böldüm uşaqlar. Mənfilər getdi. Və bərabərsizlik uşaqlar mənfinin arası yoxdur. Mənfiyə vuranda və böləndə özünü dəyişdirəcək. X-in cavabı olacaq 1 və 1-dən kiçiklər. Cavab A bəndi. 13-cü sual. 4 üstü x bərabər 19 olarsa x-in tam hissəsini tap. Uşaqlar, bax bu ifadəni biz yazacaq loqaritmik olaraq. Yazım edə bilərsən əslində, məntiqi düşünə bilərsən. X bərabərdir loqaritma 4 əsasın 19. Yəni düşünürsən ki, 4 üstü neçənin cavabı, qoy x-i buradan yazım. 4 üstü neçənin cavabı 19-a bərabərdir uşaqlar. 4 üstü 2 olsa 16 eləyər. 4 üstü 3 olsa 64 eləyəcək. Demək, axtardığımız x 2 ilə 3 arasında yerləşəcək. 2 tam nə qədəri demək ki, bizim axtardığımız ifadə. Tam hissəsini istəyir, cavab olacaq 2. Hansı artan uşaqlar ifadəsinin aşağı əsası 0-dan 1 arasında yerləşəndə dəli qaydası, yəni dəlidirsə azalan olacaq. Dəli deyilsə artandır. Kök 6 2 üstəgəl 1 uşaqlar 1 tam nə qədər çıxır buradan? Üzərinə 1 gəlsəm 2 tam nə qədər? Bu artandır, cavab A bəndidir. 1 bölü 7 0 tam nə qədər deyə azalandı. Buradan kök çıxır 1 tam nə qədər? 1 tam nə qədərdən 1-i çıxsaq, məsəl üçün 1 tam onda 7 deyərəm. 0 tam onda 7 deyəcək uşaqlar 0-dan 1 arasında yerləşdiyi üçün azalandı, azalandı, azalandı. Çünki 0 tam nə qədərsə qiymətlər alırlar. 15-ci sual funksiyasının təyin obasını deyir tap. Təyin obası uşaqlar üstü funksiya veribdir. Üstü funksiyalar üçün x üçün, yəni təyin obası üçün problem yoxdur. Bütün həqiqətlər çoxluğunu alırlar. Sadəcə burada yenə deyirəm, kök 6 ifadəsini salıb deyə biraz limitləndirib bizim misalımızı. Yəni belə deyək, sıxışdırıbdır. Kök 6 x yəni yerləşdiyi üçün x-in cavabı 0-dan böyük bərabər olmalıdır. Həmçinin uşaqlar -x də böyük bərabər olmalıdır 0-dan. Çünki bu da kök 6 ifadəsi içərisindədir. Sadəcə -x olaraq misal saxlaya bilmərəm deyə hər tərəf bunu mənfiyə vuracağam. Olacaq x kiçik bərabərdir. Day bunu beynimizə yeridən ki, bərabərsizliyi mənfiyə vuranda və böləndə işarəsi dəyişir. 0-da mənfiyə vursam olsa 0 eləyər. Baxıram ki, x-in cavabı burada 0-dan böyüklər, yəni müsbətlərdir. Burada isə x-in cavabı 0-dan kiçiklər mənfilərdir. Halbuki x eyni cavabı gəlib almalıdır. Birində müsbətlər, birində mənfilər alırsa, demək cavabı heç biridir uşaqlar. Amma 0-ın altında xətt var. Demək 0 alacaq. Ancaq və ancaq 0-dır uşaqlar. Bir dənə yoxlayaq. 2 üstü 0-ın cavabı eləyəcək 1. 1 bölünsün 1. Heç bir problem yaratmır. Burada bizim üçün problemlərdən birincisi kök 6 ifadələri idi. Cüt dərəcədə verib uşaqlar. Baxın, buraları cütdür də. Tək olsa vecimizi almazdıq. X üçün ürəyi istəyən qiyməti yaza bilərdik. Birinci problemlərimiz kök 6 ifadələrimizdir. İkinci qorxularımız isə məxrəcdir. Burada məxrəcin onsuz da heç vaxt cavabı 0 çevrilmir. Üstü funksiyanı biz yazmışdıq. A üstü x funksiyasının qiymətlər çoxluğu 0 müsbət sonsuzluqdur. Yəni 0-ı almır, həmişə müsbət qiymətləri alır. Məxrəc ifadəsinin qorxusu nə idi? 0 qorxusudur. Bu da onsuz da çevrilməyəcək. 17-ci suala baxaq. Funksiyasının qiymətlər oblasını deyir tapın. Yəni misalın cavabı nəyə bərabərdir? Cosinus x-in uşaqlar qiymətlər oblasını aparıb yerinə qoyacağım. Qiymətlər çoxluğu da deyə bilər. Qiymətlər oblası da deyə bilər. Fərqi yoxdur. Çoxluq, oblast, aralıq, interval falan hamısı eyni şeylərdir. Cosinus x-in ala biləcəyi qiymətlər, həmçinin sinus x-in ala biləcəyi qiymətlər uşaqlar -1 parçasından qiymətlər alır.
Kosinus qüvvəti falan olsa da işlərimiz dəyişərdi. Ha, ehtiyatlı olun. Həmçinin 18 də incir olacaq. Bir dəfə yazacaqsan 2-də 1 üstü -1. Bir dəfə qoyacaqsan 2-də 1 üstü 1 uşaqlar. 2-də 1 üstü -1 üstü mənfi hissə nə verir? 1 böləklik verəcək. Yəni 2 verəcək. Bunun tərsi 2-dir. 2-də 1 üstü 1-dən onsuz sayda 2-də 1-dən. Sadəcə birinci daha balacanı yazmaq lazımdır. 2-də 1-i birinci yazarıq, sonra 2-ni yazarıq. Cavab olacaq B bəndi. 19-cu sual. Ədədləri müqayisə et deyir. Hamısı baxırsan ki, üstü funksiyadılar uşaqlar. Üstü funksiyanın müqayisə etmək üçün məxrəc kimi düşünün. Ya aşağılara eyniləşməlidir. Aşağı əsas deyirlər. Ya əsasları eyniləşər uşaqlar, ya qüvvətləri eyniləşməlidir. Bizdə burada 5, 3, 28-i eyniləşdirmək kimi bir şansımız yoxdur. Ancaq qüvvətləri eyniləşdirə bilərəm. 200 var, 300 var, 100 var. 5 üstü 200-ü yaza bilərəm 5 üstü 2 üstündən 100 olaraq. 3 üstü 300-ü 3 üstü 3 üstündən 100 olaraq yazaram. 28 üstü 100 isə olduğu kimi saxlayacağam. Burada mənim uşaqlar işim üstü 100-lərə gətirməkdir. 5 üstü 100, 5 üstü 2 üstü 100. Yəni 25 üstü 100 verdi. 27 üstü 100 verdi və 28 üstü 100 verdi uşaqlar. 100-ləri görməzdən gəlsək, 28 daha böyükdür, sonra 27, sonra 25. Yəni C daha böyükdür, sonra B, sonra A. C daha böyükdür, sonra B də böyükdür, sonra A böyükdür. Cavab olacaq D bəndi. Baxaq 22-ci suala uşaqlar. Qayda sualıdır. Təyin obası bütün müsbət ədədlər çoxluğudur. Səhv deyir. Təyin obası x-in alabiləcəyi qiymətlər uşaqlar. X üçün problem yoxdur. Rəis qiymət ala bilər. Birlər səhvdir. Bizdən yanlışlar istəyir. A 0-1 arağı olduqda bütün ədəd oxunda azalır. Bəli, bu dəlil qaydasıdır. 2 doğrudur uşaqlar. Bizdən doğruları istəmir deyə. A bəndi, Y bəndi getdi. A birdən böyük olduqda bütün ədəd oxunda artır. Bu da ağıllı qaydamızdır. Bəli, 3 də doğrudur uşaqlar. Cavab qaldı D bəndi. Gəl 4-ə yoxlayaq. Qiymətlər çoxluğu bütün həqiqətlər çoxluğudur uşaqlar. Xeyr, misalın cavabı yəni qiymətlər çoxluğu bütün həqiqətlər çoxluğu deyil. Loqaritma da belə idi. Üstü funksiyada isə üstü funksiyanın cavabı həmişə müsbət qiymətlər almalıdır. Mənfi qiymətlər ala bilməz. 0 müsbət sonsuzdur uşaqlar. Üstü funksiyanın cavabı. Ona görə 4-də səhvdir. Cavab olacaq D bəndi. Baxaq uşaqlar 23-cü sual. Üstü funksiya olarsa A parametri hansı aralıqda qiymət alır uşaqlar? Üstü funksiyanın aşağı hissəsi 1 ola bilməz və 0-dan böyük olmalıdır. 3A çıxılsın 6 böyük olmalıdır 0-dan. Amma 1 ola bilmir. Bunu nəzərə alarıq. 3A böyükdür 6-dan. A böyükdür 6 bölü 3-dən. Yəni 2-dən böyüklərdir uşaqlar. 2-dən böyük bu ola bilməz. Bu da ola bilməz. Bu da ola bilməz. 2-ni almır uşaqlar. Çünki 0-ın altında xət yoxdur. 2-dən böyüklər burada var. Bu da ola bilməz. Uşaqlar, indi bir də aşağı hissə 1 ola bilməz. 3A ola bilməz. Bərabər deyil 7-yə. Və A-nın cavabına qalacaq A bərabər deyil. Yəni A olmamalıdır 7 bölü 3. 2-dən böyüklərdə düzdür. 6 bölü 3-dən böyüklərdə. Amma 7 bölü 3-ləri almır. Cavab olacaq B bəndi. Funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin deyir sayını tapan. Əvvəlcə mən bunun üstünə təbii ki hesablamalıyam. Bilirsiniz üstü funksiya, yəni 2 üstü yazılan funksiya var. 2 üstü mənfi x kvadrat çıxılsın 2 üstə gəl 5 funksiyası. Ala biləcək qiymətlər. Mənfi qiymətlər ola bilməz ümumiyyətcə. Çünki üstü funksiyanın qiymətləri heç mənfi qiymətləri alınır. Ancaq müsbət qiymətləri alır. 0-da ala bilmir. 0-dan 1 arası ala bilər, amma 0 ala bilməz. 0-dan müsbət sonsuza doğru yazırıq. Kök 6 ifadə var burada. Kök 6 ifadəyə sonra baxarıq. Əvvəlcə mənfi x kvadrat çıxılsın 2 üstə gəl 5 ifadəsinin ala biləcəyi nə qiymətidir? Ən böyükmü yoxsa ən kiçikmi? Əmsal mənfidir, ən böyük. İnşallah düzgün cavab vermirsən, düzgün düşünmürsən. Necə hesablayırıq ən böyük qiyməti? Mənfi bölünsün 2-anı hesablayacağam. Olacaq mənfi 2 bölünsün 2 vurulsun mənfi 1. Yəni 2 bölü mənfi 2 mənfi 1 verəcək. Apar x-lərin yerinə qiymətini qoy. Mənfi 1-in kvartı 1 olacaq. Mənfi 1 üstəgəl gəl 2 üstəgəl gəl 5. 2 üstündə 6. Kök çıxardacağam 2 üstü 3 olacaq uşaqlar. Qalacaq cavab 8. Bu ifadəni ala biləcəyi ən böyük qiymət 8-dir. Ən kiçik qiymət uşaqlar 0 ola bilməz. Üstü funksiya çünki 0 ala bilmir. Kök 6 ifadə 0 ala bilər, düzdür. Amma üstü funksiya 0 ala bilmir. 0-ı almır. Üstü funksiyanın təyin olmasıdır. Qiymətlər çoxluğu daha doğrusu 0-dan müsbət sonsuza doğrudur. 0 ala bilmir gördüyünüz kimi. Cavab olacaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Y bəndi. 26-cı sual. Funksiyasının təyin olmasını deyir tap. Təyin olması uşaqlar bizdə ancaq x-lər üçün fikir yaratmalıdır beynimizdə. Baxıram ki, x-li ifadələri salıb məxrəcə. Məxrəc qorxumuz yadımıza düşməlidir. Məxrəc nə ola bilməz? 7 üstü 0 ola bilməz. 7 üstü x çıxılsın 1, çıxılsın 7 üstü x, üstə gəl 6,
bərabər olmamalıdır 0-a. Mən bunun ikisini ortaq vuruq çıxaracağım. Başqa edə biləcəyim bir şey yoxdur çünki 7 üstü x-i ortaq vuruq çıxardacağım. Qalacaq 7 üstü mənfi 1 çıxılsın 1. Müsbət altını atıram sağ tərəfə. 7 üstü x vurulsun. 7 üstü mənfi 1 7-də 1 deməkdir uşaqlar. 7-də 1-dən çıxacağım 1-i. Misalın cavabı bərabər deyil. Mənfi 6-ya. 7 üstü x olduğu kimi qalsın. 7-də 1-dən 1-i çıxanda, yəni 7-də 1-dən 7-də 7 çıxmaq mənfi 7-də 6 olmaq deməkdir. Misalın cavabı bərabər deyil. Mənfi 6. Mənfi 6-ları x-ə aparsam 7 üstü x bərabər deyil. Çarpaz var ya, bunu bu tərəfə vursam 7-yə. Və x-in cavabı bərabər olmamalıdır 1-ə. Normalda üstü funksiyada əslində x-lərin cavabı müəyyən qiymətlər, ürəyi istəyən qiymətlər ala bilər. Bir də məxrəcə görə baxdım ki, bir dənə 1-ə almır uşaqlar. 27 yenisidir. 28-ci sual. Funksiyasının qiymətlər çoxluğunu tapan. X üstəyə gəl 1 bölü x haqqında məlumatım yoxdur. Nə bilim bunlar müsbət yoxsa mənfidir. Nə bilim hansı qiymətlər alırlar uşaqlar. Heç nə verməyib burada. Funksiyasının qiymətlər çoxluğu, yəni misalın cavabı nə ola bilər? 2 fərqli, 2 bilinməz ədəd haqqında, ədədin cəmi haqqında bizə hansı teorem köməklik edib nəsə göstərirdi. Bir dəfə izahını paylaşmışam. Misalın içərisində. Koşi uşaqlar. Koşi teoremi bizə kömək edəcək ki, x üstəyə gəl 1 bölü x ifadəsinin cavabı hansı araqda qiymətlər alır. Bunun üçün Koşi deyir ki, sən mənə söylə daha doğrusu, bu ədədlər müsbətmi yoxsa mənfidirmi? Şərt verməyib. Bu ədədlərin müsbətliyi və ya mənfiliyi haqqında şərt verməyibsə, bir dəfə müsbət qəbul edəcəyim, Koşi teoremini tətbiq edəcəyim, bir dəfə mənfi qəbul edəcəyim, Koşini yenə tətbiq edəcəyim. Birinci halda uşaqlar müsbət qəbul etsək, Koşi teoremi deyir ki, izah etmişəm deyə dərin. İzah etməyəcəm dərin. Uşaqlar açıb baxarsınız sonra. X üstəyə gəl 1 bölü x əgər müsbətdirlərsə, böyük bərabər olur 2 vurulsun onların həndəsi ortasından. Və burada x-dən x islah getsə, bu ədədlərin cəmi haqqında məlumat öyrənirəm ki, 2-dən böyükdürlər. Əgər bu ədədləri mənfi qəbul etsəm, həm ədədlərin cəmi uşaqlar kiçik bərabərdir. Mənfi 2 vurulsun yenə həndəsi ortadan. Yəni bu səfər nəticə olaraq tapıram ki, x üstəyə gəl 1 bölü x ifadəsi mənfidən kiçikdirlər və həmçinin mənfini alırlar. Bir dəfə y-nin üstünə 2 qoyacaqsan. Y üstü 2 ilə y kvartı deməkdir. Burada var. Bunu tulla. Burada var. Yox, burada yoxdur. Burada var. Burada var. Bir də burada var. Bir də uşaqlar, y üstü 2 böyük olmalıdır. Y üstü 2-dən böyükdür. Baxırsınız. Böyük burada var uşaqlar. Bir də burada var. Özü də alır altında xətti var. Cavab ya C-dir, ya Y-dir. Bir də baxıram ki, y üstü mənfi 2-dən kiçiklər. Y üstü mənfi 2 nə deməkdir? Y üstü mənfi 2, y üstü mənfi 2. 1 bölünsün y üstü 2 deməkdir uşaqlar. Burada var, burada var. Kiçiklər deyirsə əslində mənfi sonsuzluq yazmalı idim. Üstü funksiyanın cavabı olduğu üçün bu. Üstü funksiyanın cavabı, yəni qiymətlər çoxluğu, cavab yəni qiymətlər çoxluğu deməkdir. Yəni y-dən ala biləcəyi qiymətlər mənfi ola bilmir. Ona görə mənfi sonsuzluğu çıxış eləməliyəm. Cavab olacaq y bəndi. Burada y verib, burada pi verib eyni şeydir uşaqlar. Burada cavab nə olacaq? A bəndi olacaq. Funksiyasının təyin olmasını deyir tapın. Təyin olması üçün uşaqlar əslində ilk baxışda problem yoxdur. Çünki x kök 6 falan yoxdur burada, məxrəc yoxdur. Loqaritman yoxdur, loqaritman yuxarı aşağı ucaqları məsəl üçün mənfi ola bilməz. O bizim üçün qorxudur. Kök 6 ifadə qorxudur uşaqlar. Cüt dərəcədən kök 6 uşaqlar təhət dərəcədən kök 6 ifadə veribsə, onun içərisində müsbət olar, mənfi olar, 0 olar. Cüt dərəcədən kök 6 ifadənin bir dənə içərisində problem yaradırıq ki, içərisi mənfi olmasın. 0 ola bilər, amma mənfi ola bilməz. Ancaq 0-dan böyük bərabər qoymalısan. Burada isə heç bir qorxu yoxdur əslində. Mənfi sonsuz müsbət sonsuzluq yaza bilərəm. Variantlarda yoxdur. Amma niyə yaza bilmirəm? Çünki üstü mənfilik var uşaqlar. Üstü mənfilik bizə nə verir? Bir böləklik. Aha, məxrəc yarandı. Məxrəc yarandısa artıq qorxularım var sənin. Bu ifadə düşəcək məxrəcə. 3 üstündə 2 çıxılsın x, çıxılsın 1 bölü 27. Düşdü məxrəcə. Məxrəc nə ola bilməz? 0 ola bilməz. Yazıram 3 üstü 2 x, çıxılsın 1 bölü 27-ni qeyd edəcəyəm. 3 üstü mənfi 3 olaraq. Bərabər deyil 0. Ortaq vuruq çıxardaq uşaqlar. Ya da ortaq məxrəcə gətirək. Ortaq vuruq nəyə çıxardırıq? Balaca olanı. 3 üstü mənfi 3-ü ortaq vuruq çıxarsaq, ya da belə eləyək də 3 üstü 2 çıxı x, heç ortaq vuruq çıxartmıram. Atacağım bunu bu tərəfə. 3-ləri tulla. 2 çıxılsın x bərabər deyil mənfi 3-ə. Mənfi x bərabər deyil uşaqlar mənfi 5-ə. X-in cavabı 5 ala bilməz. 5-dən başqa bütün qiymətlər ala bilər. Bir dənə 5 ala bilməz. A bəndi. Funksiyasının tərs funksiyasını tapan. 31-ci sual uşaqlar funksiya qrafiklər dərsinə aiddir. Amma salıblar bura. Funksiyanın tərsini tapmaq üçün demək sən birinci nəyə bilməlisən? X ilə y hərfinin yerini dəyişmək lazımdır. Və uşaqlar sonra misalda y-in cavabını tapmaq
lazımdır. Yəni bunu işləməlisən tənlik olaraq. İndi bizdə fx verib. Fx əvəzinə uşaqlar y hərfi yazın ki, sizin üçün daha rahat olsun. Birinci x-lə y hərfinin yerini dəyişəcəyəm. Bura x qoyacağam. Buraya isə y qoyacağım uşaqlar. Demək, x bərabərdir. 3 vurulsun 2 üstündə y çıxılsın 5, üstəgəl 1. Mənim indi uşaqlar işimin adı, bax, buradakı y-i təkləməkdir. Hələ ki bunu təkləyirəm. Hələ ki uşaqlar bunu təkliyim qoy. Müsbət bir atım bu tərəfə. X çıxılsın 1 olsun. 3 vurulsun 2 üstündə y çıxılsın 5. Baxırsınız, hissə gedirəm. İndi bunu təkləyəcəyəm. 3 atacağım buranın məxrəcinə. Qoy birinci bunu yazım. X çıxılsın 1 bölünsün 3 olacaq. Çünki vurma idi, bölmə kimi gəldi. Və uşaqlar, görək nə edə bilərik. Bunu üstü çıxmadı. Üstü çıxmayınca yazarsan. Nə zaman üstlər çıxılır? Bu sualı özünə ver. Böləndə. 2 üstü y uşaqlar bölüblər 2 üstü 5-ə. Yəni 32-yə. Misalın cavabı x çıx 1 bölü 3 veribdir. 2 üstü y saxla. 2 üstü y qoy olduğu kimi qalsın. 32-ni vuracaqsan bura. Təbii ki, vurub açmayacağım. X çıx 1 bölü 3 olacaq. Və 2 üstü y-in cavabı buna bərabərdirsə, belə düşünəkdə uşaqlar, 2 üstü 3-ün cavabı 8 isə, mən bunu loqaritmik olaraq necə yazıram? Loqaritma 2 əsasdan 8-in cavabı 3-dür. İndi eyni şeyi burada tətbiq edəcəyəm. Bax, bu misalın cavabı olan gəlib loqaritmanın cavabına düşür. Daha doğrusu misalın yuxarısında olan ifadə, qüvvət olan ifadə loqaritmanın cavabına düşür. Burada y bərabər olacaq. Loqaritma 2 əsasdan 32 vurulsun x çıx 1 bölünsün 3. Bu necə yazıbdır? X çıx 1 bölü 3 harda var? Burada var uşaqlar. Sadəcə bu üstəgəl 5 hardan gəldi? Gəlin onu sizə izah edeyim. Baxırsan ki, loqaritma yuxarısına vurma var. Bundan bunun vurmasına baxıbdır bu. Loqaritmanın yuxarı hissəsi nə zaman bir-birinə vurulur uşaqlar? Toplama olanda. Aşağı əsaslara toxunmayacaqsan. Olacaq bir dəfə loqaritma 2 əsasdan 32. Üstəgəl loqaritma 2 əsasdan x çıx 1 bölü 3. Elə belə də yazıb da. Loqaritma 2 əsasdan 32-nin cavabı sadəcə 5-dir. Üstəgəl 5-i qıraqdan hesablayıb yazıb. Cavab olacaq D bəndi. Keçək uşaqlar 32-ci suala. Modul ifadə veribdir. Modul ifadəni tapmaq üçün sən modul ifadəsinin içərisindəki ifadələrin, hərflərin B, A, C hərflərinin müsbətliyin və ya mənfiliyin bilməlisən. Gəl baxaq, və yaxud da hansının böyük, hansının kiçik olduğunu bilməlisən. Qrafik vermişəm. ABC-nin işarələri. Bu nöqtəni qurban götürsəm, baxırsan ki, AB-dən daha böyükdür. A ilə B-nin hər ikisi artanı deyə, yəni AB-dən daha böyük. Nəyə görürsə onu görək. Onu qeyd edək daha doğrusu. C isə azalanır uşaqlar. C onsuz da daha kiçikdir. Bu gözdən görsənir. C ən kiçiyimizdir. Başdan da misal işləyək. A böyükdür, B böyükdür, C. Burada yazıram ki, A böyükdür, B böyükdür, C. B-dən A-nı çıxardıblar. Mənfi D yerlərini dəyişdirəcəksən. Ben modul haqqında danışmayacağım. Danışmışam əvvəlki dərslərdə. C çıxılsın A uşaqlar. C balaca olduğu üçün daha kiçikdir. Misalın cavabı mənfi D yerləri dəyişdi, çıxartdı. C çıxılsın B isə yenə mənfi D-yə. B çıxılsın C olaraq açılacaq. A çıxılsın B üstəgəl A çıxılsın C. Çıxılsın B üstəgəl C. C-lər getdi, cavab qaldı. 2A çıxılsın 2B uşaqlar. 2A çıxılsın 2B, B bəndi olacaq. 33-də M parametrin hansı qiymətlərində funksiyası x-in istənilən həqiqi qiymətlərinə təyin olunur? Bu istənilən sözü sizin üçün tanış olmalıdır. Hələ ki, məncə qara kökləri işləməmişik də. İstənilən ixtiyari kvalitetlərdən danışırıq. Bütün, mənfi sonsuz, müsbət sonsuzluq ədədlərini ödəyir deyirsə, diskriminantın cavabı 0-dan 2 olmalıdır. Uşaqlar, bax bu ifadədə x kart çıxılsın 2 üstəgəl 4, x üstəgəl m kart üstəgəl 8 kvadratinin diskriminantın cavabı mənfi olmalıdır. Yəni hesablayaq. B kvadratı, yəni 2m üstəgəl 4-ün mörtsə kvadratı. Çıxılsın 2 vurulsun A misal 1-dir. C misal isə m kart üstəgəl 8-dir. Misalın cavabı 0-dan 2 olmalıdır. Qaydamız budur. Müxtəsər açacağım. Olacaq 4m kvadratı üstəgəl 16m üstəgəl 16 çıxılsın 2m kvadratı çıxılsın 16 qaldı 2m kvadratı üstəgəl 16m. Diskriminantın cavabı 0-dan 2 olmalıdır. Hər tərəfi 2-yə bölsəm uşaqlar m kvadratı üstəgəl 8m 0-dan 2-dir. Bilirsiniz ki, bərabərlik dərsi varsa, tənliklər dərsi varsa hər tərəfi məchula bölmək olmaz. Niyə? Çünki tənliyin biri kökünü itirmiş olacaqsan. M ortaq vuruq çıxardaq buradan. M üstəgəl 8 qalacaq 0-dan 2-dir. Bərabərlik dərsi necə işləyirdik? İntervala 100% girməlisən. Buranı 0 çevirən qiymət elə 0-dır. Buranı 0 çevirən qiymət mənfi 8-dir. Mənfi 8-dən 0 qeyd eləsəm
Sıfırdan böyük qiymət qoy, 1 qoy. 1 üstəgəl 8 müsbət verəcək. -8-dən 0 arasında -1 qoysan, -1-in kvartı 1 çıxılsın 8 mənfi eləyir. Burada isə müsbət eləyəcək. Sənə lazımdır sıfatın sıfırdan kiçik olduğu hallar -8-dən 0-a qədər uşaqlar. Bir də yuxarı ifadənin cavabı x kart çıxsın 2 üstəgəl 4, x üstəgəl m kart üstəgəl 8 ifadəsinin cavabı həmişə müsbət olmalıdır. Biz nəyi tapdıq? Biz m-i tapdıq. Bu isə x-in istənilən həqiqi qiymətlərində m parametrin hansı qiymətində x-in istənilən həqiqi qiyməti ödəyər deyir. Cavablarda sadəcə yoxdur uşaqlar. Nəyə səhv yazmışam? B kvar çıx 4 AC. Buranı səhv yazmışıq. B kvar çıx 4 AC olmalıdır. Demək olacaq 4m kvadratı. 4m kvadratı çıxılsın 32. 4m kvadratları getdi. Heç bərabərliyi alınmayacaq burada. Sıfırdan kiçik olduğunu unutmayaq. 4m kvadratları getdi. Qaldı 16m. Burada 16 qalmış uşaqlar. 16 çıx 32 eləyəcək. -16. Sıfırdan kiçikdir. 16m kiçikdir 16-dan. M-in cavabı isə 1-dən kiçik olacaq. 1-dən kiçik uşaqlar cavabı olacaq. Y bəndi. 34-cü sual. 11 üstü x üstəgəl 11 funksiyasının qiymətlər çoxuna daxil olan ən kiçik tam ədəd tapın uşaqlar. Burada məncə çapdan nəsə düşməyibdir. Yox, doğrudur uşaqlar. Baxdım, kitabda da eyni şeydir. Bunun bir dənə başqa versiyası var idi. 11 üstü deyirdim. Bax, belə bir sual idi. 11 üstü x üstəgəl 11 üstü -x-in də qiymətlər çoxluğunu istəyirdi, amma o sual deyil bu. 11 üstü x üstəgəl 11 funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədəd tap. Bu üstü funksiyadır uşaqlar. Üstü funksiyanın ala biləcəyi ən kiçik qiymət hardan başlayır? 1 ola bilər də. Çünki 0-dan müsbət sonsuza doğru demişik. 1 ola bilər. 1 üstəgəl 11 eləyəcək 12. Funksiyasının ən böyük qiymətini tap. Burada kosinüs uşaqlar 3x-in cavabını ala biləcəyi qiymətlər -1-dən 1-də. Həmçinin burada sinüs 5x-in ala biləcəyi qiymətlər -1-dən 1-də. Apap yerinə qoyacaqsam. 4 üstündə -2-də 1 çıxılsın. 2 vurulsun. Bir dəfə kosinüs çıxsın yenə 1 qoysam. Bunu hesablayacaqsınız. Olacaq 4 üstün -0,5 çıx 2. Yəni 4 üstün -2,5. 2 üstün -5. 1/16 eləyir. 1/32 eləyir daha doğrusu. Bir də uşaqlar aparıb x-lərin yerinə -1 qoysan. 1/32-ni unutmayaq. X-lərin yerinə -1 qoysaq görək nə baş verəcək. 4 üstündə -0,5 üstəgəl 2. Yəni 4 üstündə 1,5 eləyəcək. 2 üstü 3 eləyir, 8 eləyir uşaqlar. Ən böyük qiymətini istəyir. Cavabı olacaq 8. Funksiyasının ən kiçik qiymətini deyir tapın. Misalın cavabından uşaqlar asılıdır hər şey. Kök 6 ifadənin ala biləcəyi qisməti 0-dır. 4 0-ın cavabına qalacaq 1. 38-ci sual uşaqlar. Şəkildə deyir A və B nöqtələri y bərabər üstü funksiyasının qrafikinin koordinat oxları ilə kəsişmə. Koordinat oxları ilə kəsişmə deyirsə, funksiya qrafiyə dərsindən sən bunu bilməlisən. Bir dəfə x-in yerinə 0 qoyursan, bir dəfə y-in yerinə 0 qoyursan. X-in yerinə 0 qoyuna bu nöqtənin koordinatını tapmış olacaqsan. Y-in yerinə 0 qoyuna isə bu nöqtənin koordinatını tapmış olacaqsan. A və B üçbucağının sayəsini istəyir. A və B üçbucağı uşaqlar düzbucaqlı üçbucaqdır. Katetlərin haysının yarısıdır. Elə aynen B-ni tapmaq bəs eləyər bizə. Bir dəfə misalın cavabını 0-a bərabərləşdirəcəyəm. 4-ü uşaqlar 2 üstü 2 yazım. Bunları tulasam x üstəgəl 3 bərabər 2-dir. X-in cavabına qalacaq -1. Yəni buraya uşaqlar -1-dir. Üçbucağın tərəfi olaraq 1 qəbul edəcəyim mən buranı. Bir də y-in kəsdiyi nöqtəsi, yəni x-in yerinə 0 qoyaq. Y bərabər 2 üstündə 0 üstəgəl 3 çıxılsın 4. 8 çıx 4 4 eləyəcək. Bu nöqtənin koordinat uşaqlar 4-dür. 4 ilə 1-in haisi 4, yarısı eləyəcək 2. Düzbucaqlı üçbucağın sayəsi katetlərin haisinin yarısıdır. Keçək 39-a uşaqlar. Funksiyasının ən böyük qiymətini tap. Bu ifadəni ala biləcəyən böyük qiymət tapmaq lazımdır. -4-dən tapmaq lazımdır. Əziyyətə vermirik, nə edirik? -2-ni tapıb aparıb yerinə qoyacaqsam. Sizdə B əmsalı 6-dır, xahiş edirəm dəyişdirməyin. A əmsalı isə -1-dir. Yerlərini dəyişib veriblər. Olacaq -6 bölü -2. 3-dür. Aparıb x-lərin yerinə 3 qoyub hesablayacaq. Demək 3 üstündə 6 vur 3 18 çıx 9 çıx 7. 18 çıx 9 çıx 7 2 eləyəcək. Üstü 2-nin cavabına qalacaq 9. 40 eynisidir. 41. M parametrin hansı böyük qiymətində y bərabər düz xətdir. Fx bərabər 2 üstü x üstəgəl m kvadrat çıxılsın 8 m üstəgəl 19 funksiyasının üfüqi asimptotlu olar. Üfüqi və uşaqlar şaqili asimptot isə hələ ki buraxılış hissəmizə aid deyil. Limitlə bağlı olan bir şeydir.
Bunu qeyd edirəm, lazım gəlsə axırıncı illərdə, axırıncı günlərimizdə daha doğrusu izah edirəm, amma limitlə bağlı bir şeydir. Limitə heç vaxt buraxışa düşmür deyə biraz bunu keçə bilərik. 43-cü sual. Uyğunluğu müəyyən etdir. 200x funksiyasının təyin obası hansı araqlı qiymətlər olaraq işləyir? Misalda təyin obası və qiymətlər çoxluğu haqqında məlumat istəyir. Bu ifadənin cavabı həmişə müsbət olmalıdır. 0 müsbət sonsuzluq 0 ola bilmir uşaqlar. Bu ola bilər, amma 0-dan bir arasını alır. 0-dan başlayıb müsbət sonsuza doğru getməlidir. Təyin obasına baxaq. Təyin obası çox var. Burada x üçün ala biləcək qiymət mənfi sonsuz müsbət sonsuzluqdur. 1-ə getdi A bəndi. İkinci bəndə təyin obası üçün biraz məhdudiyyəti qoyubdur. Kök altı ifadə yazıbdır. Normalda mənfi sonsuz müsbət sonsuzluq idi. Kök altı ifadəyə görə 0 müsbət sonsuzluq. B bəndi getdi uşaqlar. Alacaq qiymətlər 2 üstü 0 1-dən başlayıb alacaq. B və Y bəndi. Eləcə x veribdir. Buradakı ifadə də həmçinin mənfi ola bilməz. Loqaritmanın yuxarı əsasıdır. Bilirsən, LC yazılanda aşağı əsas 10-dur. Yuxarı əsas loqaritmanın məcə qucaqları, yuxarı aşağı qucaqları mənfi ola bilmir, 0 da ola bilmir. Təyin obası ancaq belə bir qiymət alacaq. C bəndi. Və 1-i almamalıdır. 1 almayan versiya varmı? Yoxdur. Ancaq C bəndi. Belə bir versiya oldu uşaqlar. 44-cü sual. Deyir fx bərabər 2a çıxısının 6 üstü x üstü funksiyası artandır. Artandırsa uşaqlar 2a çıxısının 6-nın cavabı 1-dən böyüdür. Ağıllıdır, yəni A-nın cavabına qalacaq 3.5-dən böyüklər. A parametrinin hansı qiymətlərində üstü funksiyası azalan olar? Yəni A kvadratı çıxılsın 7A üstə gəl 13 1-dən kiçik 0-dan böyük olmalı uşaqlar. Yəni birinci bu hal işləyək. Sonra isə bu hala baxmalıyıq. İki cür halımız var yəni burada. Məcburuq. A kvadratı çıxılsın 7A üstə gəl 13 bir dəfə 0-dan böyük olacaq. 49/52 uşaqlar mənfi verdiyi üçün diskmatı mənfidir. Diskmat mənfidirsə, bayaq demişdim istənilən ixtiyari. Diskmat mənfidirsə, bu misalın cavabı ya boşluqluq olur, ya da tənlik deyil ha, bu bərabərsizlikdir. Əgər tənlik olsaydı, A kvadrat çıxı 7A üstə gəl 1 bərabər 0 olsaydı, diskmatın cavabı mənfidirsə, deyirsən tənliyin həlli yoxdur. Amma bərabərsizlik dərsində kvadratik bərabərsizlik işləyirsənsə, kvadratik bərabərsizliyin diskriminantı mənfi alınıbsa, bu misalın cavabı ya müsbət ya mənfidir. Üzr istəyirəm, ya boşluqluqdur, ya da mənfi sonsuz müsbət sonsuzluqdur. Nədən asılıdır uşaqlar bizim cavabımız? Yenə deyirəm, ya boşluqluqdur, ya mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Nə zaman? Diskriminantdan hiç olanda. Nə zaman? Kvadratik bərabərsizlik dərsində uşaqlar. Tənlik yox, bərabərsizlik. Baxırsan A misalına. A misalı müsbətdir. Misalın cavabı müsbət veribdir. Cavab olacaq mənfi sonsuz müsbət sonsuzluq. Əgər A-nın işarəsində misalın cavabının işarəsi uyğunlaşmasa cavab olacaq boşluqluq. Yəni burada problem qalmadı. Bir dənə uşaqlar gəlin bu hissəni işləyək. Yəni o 1 olan hissəni A kvadratı çıxılsın 7A üstə gəl 13 kiçikdir 1-dən. A kvadratı çıxılsın 7A üstə gəl 12 kiçikdir 0-dan. Söhbət uşaqlar 3 və 4-dən gedir. İntervala girsən, 4-dən böyük 5 qoysan, 25 çıxılsın 35, mənfi 10, mənfi 10 üstə gəl 12 müsbət verəcək, mənfi verəcək, müsbət verəcək. Tapdıq ki, A-nın cavabı 3-dən 4 arasında yerləşir. Niyə mən 3-4-ü götürdüm? Çünki kiçik istəyirdi məndən uşaqlar. A-nın cavabı 3-4 arasında yerləşir, bir də 3.5-dən böyüdür. Altından xətt ola bilərmi? Aşağı əsas 1 ola bilməz uşaqlar, ancaq 0-dan 1 arası ola bilər. 3-4 arası, bir də 3.5-dən böyüklər. 3.5-dən böyüklər uşaqlar. 3.5 ilə 4 arası olacaq. 3.5 və 4 arası. Yəni 3.5 ilə 4 arasında tam qiymət yerləşmədiyi üçün elə cavab belə verəcək. 3.5.4 və heç birini almır uşaqlar. Heç birini almır. 46-cı sual. Funksiyasının qiymətlər çoxluğunu tapın. Bu ifadən ala biləcək ən kiçik qiymət bilirəm uşaqlar 0-dır. 2 çıxılsın 5 vurulsun 0 2 eləyəcək. 3 üstü 2-nin cavabı sənə verir 9. Bəs 9 misalın cavabını ala biləcək ən böyükmü yoxsa ən kiçik bitimi? Baxırsan ki bu çıxmamalı olan misaldır. Azalanı olduğu kimi saxlayıbdır. Çıxılanı biz ən az götürdük. Onda misalın cavabı ən böyük olacaq. 3 üstü 2 bu ifadəmizin ən böyük cavabıdır. 46-cı sualda da üstü funksiya verdiyi üçün ən kiçik cavab uşaqlar 0 ilə 9 arası olacaq. 9 ala bilir, amma 0 ala bilmir. Üstü funksiya heç vaxt 0 ala bilməz. 0 ilə 1 arasını ala bilir, 1 ala bilir, amma 0-ın özünü ala bilmir. 0-dan müsbət sonsuza doğru yazmışdıq. Qiymətlər çoxluğunu. 47-ci sual. Y bərabər 8A kvadratı çıxılsın A kvadratı 8A çıxılsın A kvadrat çıxılsın 11 üstü x üstü funksiyasının qrafikinin şəkildəki kimi olması üçün, yəni artan olması üçün uşaqlar 8A çıxılsın A kvadratı çıxılsın 11 böyük olmalıdır. Birdən olması üçün A parametrini ala biləcəyi tam qiymətlərinin cəmini tapın. Uşaqlar mənfi A kvadratı üstə gəl 8A
çıx 11, çıx 1, böldü 0-dan. Mənfi a kvadrat çıxılsın 8a, çıx 12 böldü 0-dan. Hər tərəfi mənfiyə vursan, a kvadrat üstə gəl 8a, üstə gəl 12, ikisidir 0-dan. Şimdi bunlar 2, 6'dır. Özdə mənfi 2, mənfi 6'dır. Mənfi 6 daha solda, mənfi 2 daha sağda yerləşməlidir. Çünki mənfi 2, mənfi 6-dan böyükdür. Mənfi 2-dən bir dənə böyük qiymət qoyaq uşaqlar. 0 qoyaq. 0, 0, 12 müsbətdir, mənfidir, müsbətdir. Alabiləcəyi tam qiymətlərin cəmi. Bizə uşaqlar 0-dan kişilər lazımdır. Yəni mənfi qoyduğum isə mənfi 6, mənfi 2 arası. Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2. Mənfi 2-nin özünü almır. Mənfi 5, mənfi 4, mənfi 3. İşarəni düz qoymuşuqmu? Müsbət 8a. Mən buradan səhv götürmüşəm. Müsbət 8a-dır bu. Burada mənfi olacaq. Mənfi 8a. Bərabərliyi dəyişir artıq. 2, 6 olur uşaqlar bizim köklərimiz. Bir dəqiqə bərabərliyi dəyişdi. İntervalımız 2, 6 arası olacaq. 6-dan böyük 7 qoysaq 49 çıx 56. Üstə gəl 12 müsbət verir, mənfi verir, müsbət verir. 2, 6 arasına düşür. Qiymətləri cəmi 3 üstə gəl, 4 üstə gəl, 5. Burada səhv eləmişəm uşaqlar. Misalda 8A müsbətdir, bura müsbətdir, bura mənfi yazmışdım, bu da müsbətdir. Buradan sonra dəyişir. 3, 4, 5 cəmləri necə? 12. 48-ci sualda uşaqlar artandı, eyni sualdır. Uğur olsun.